Kompüterinizin güc düyməsini bastığınız o ilk saniyələri bir anlıq xatırlayın. Ekranda nələr baş verir? Çox vaxt sadəcə qara bir ekran, ardınca isə bəzi loqolar və pəncərələr görürük, elə deyilmi? Amma əslində arxa planda ağlasığmaz dərəcədə mürəkkəb bir mexanizm işə düşür. Bugün bu izahlı bələdçidə biz məhz həmin qapalı qutunun içindəki sehri, yəni əməliyyat sistemlərini tamamilə aydınlaşdıracağıq. Mürəkkəb texniki terminlərə qətiyyən ehtiyacımız yoxdur. Təməl mənbələri əsas alaraq hazırladığımız bu təhlildə cihazlarımızın arxasındakı o nəhəng gücün necə işlədiyini ən sadə dillə sıfırdan kəşf edəcəyik. Gəlin başlayaq. Yaxşı, qısaca nəzər salaq görək bizi nələr gözləyir. Birinci hissədə görünməyən dirijor anlayışı ilə əsas məntiqi tutacağıq. Sonra ikinci hissədə açıq inqilab adlandırdığımız Linux dünyasına başvuracağıq. Üçüncü hissədə isə hər kəsin tanıdığı qlobal standart olan Windows'u incələyəcəyik və ən sonda təhlükəsizlik məsələlərinə və bizi necə bir gələcəyin gözlədiyinə baxacağıq. Başlayanlar üçün heç bir narahatlığa yer yoxdur, hər şeyi addım-addım həll edəcəyik. Birinci hissə görünməyən dirijor. Deməli, təsəvvür edin ki, nəhəng bir konsert zalındasınız. Səhnədə musiqiçilər var, işıq ustaları var, səs mühəndisləri öz işlərini görür. Amma bütün bu xaosun içində bir ahəng yaradan, hamını eyni anda idarə edən o şəxs kimdir? Təbii ki, dirijor. Əməliyyat sistemi də tam olaraq sizin cihazınızın dirijorudur. Bəs heç düşünmüsünüz? Kompüteri sadəcə bir dəmir yığını olmaqdan xilas edən nədir? Yəni, doğrudan da əgər əməliyyat sistemi olmasaydı, ən son model prosesorunuz və ya ən bahalı yaddaş kartınız belə heç nəyə yaramazdı. O, sizin siçanla etdiyiniz bircə klikləməni kompüterin anlaya biləcəyi o qəliz maşın dilinə tərcümə edən yeganə körpüdür. O olmadan cihaz sadəcə səssiz bir dəmir parçasıdır. Gəlin bunu çox sadə bir restoran misalı ilə izah edim. Baxın, siz müştərisiniz, yəni kompüterin istifadəçisi. Yemək istəyirsiniz, amma durub mətbəxə keçmirsiniz ki, özünüz bişirəsiniz, düzdür? Sifarişinizi ofisiyanta verirsiniz. Kompüterimizdə bu ofisiyant shell, yəni qabıq adlanır. Bu, bizim ekranda gördüyümüz, toxunduğumuz interfeysdir. Ofisiyant isə sizin o kliklərinizi, yəni sifarişinizi götürüb düz mətbəxə aparır. Mətbəx isə sistemin əsas kerneli, yəni nüvəsidir. Bütün o ağır işi görən, yeməri hazırlayan, aparatla birbaşa əlaqədə olan məhz bu nüvədir. Yaxşı, bəs o necə olur ki, eyni anda həm Spotify-da musiqi dinləyib, həm brauzerdə qurdallanıb, həm də arxada nəsə yükləyə bilirik? Burada dövrəyə multitasking, yəni çox məsələli əməliyyat girir. İşin sirri nədədir? Bilirsiniz? Kompüterlər əslində bütün bu işləri eyni millisaniyədə etmirlər. Xeyr, prosesor tapşırıqlar arasında o qədər sürətlə, saniyənin bəlkə də mində biri qədər sürətlə keçid edir ki, biz hər şeyin tam eyni anda baş verdiyini zənn edirik. Gözəl bir illüziyadır, elə deyilmi? Bəs kompüteri açarkən o düyməyə bastığınız ilk saniyələrdə əslində nə baş verir? Çox qısa izah edim. Buna boot prosesi deyilir. Birincisi, BIOS adlanan sistem sürətlə aparatların sağlamlığını yoxlayır. Hər şey qaydasındadırsa, bootloader deyilən bir proqram mətbəximizi, yəni nüvəni rama gətirir. Nüvə oyanan kimi sürətlə sürücüləri yüklüyür ki, klaviatura və ekranla danışa bilsin. Ən sonda isə ofisiyantımız, yəni shell, işə düşür və qarşınıza parol yazdığınız o login ekranı gəlir. Və inanın ya da inanmayın, bütün bunlar sadəcə 1-2 saniyə çəkir. İkinci hissə, açıq inqilab, Linux. Əsas məntiqini anladıq. İndi isə gəlin, texnologiya dünyasını fırladan o böyük sistemlərə nəzər salaq. İlk dayanacağımız Linux'dur. Onun nəhəng, sonsuz bir Lego konstruktoruna bənzədə bilərsiniz, tamamilə açıq, azad və insanlar tərəfindən birlikdə inşa edilən bir dünya. Bunun necə başladığı barədə çox maraqlı bir fakt var. 1991-ci ilə qaydaq Linus Torvalds adlı bir tələbə yaratdığı kod barədə belə bir mesaj yazmışdı. Bu sadəcə hobbidir, böyük və peşəkar olmayacaq. Təsəvvür edirsinizmi? Bugün internetin onurğa sütununu təşkil edən, həyatımızı idarə edən bir texnologiya sadəcə sıradan bir tələbənin hobbi layihəsi kimi başlamışdı. Bu inkişaf yolu həqiqətən heyrətamizdir. Baxın, 91-ci ildəki o hobbidən 2004-cü ildə Ubuntu'nun yaranmasına gəldik, hansı ki, sistemi sadələşdirib kütlələrə çatdırdı. Sonra 2008-ci il gəldi, yadınızdadırsa, Android. Bəli, cibinizdəki Android telefonlarının kökü də Linux'a gedib çıxır. Və budur 2025-ci ildəyik, o artıq sadəcə telefonlarda deyil, superkompüterlərdə və bütün bulut sistemlərində şəriksiz dominantdır.
Linux'un ən gözəl tərəfi odur ki, mənbə kodu açıq olduğundan insanlar onu öz ehtiyaclarına uyğun dəyişdirib, yeni paylanmalar, yəni fərqli versiyalar yaradırlar. Ekranda gördüyünüz kimi, məsələn, Ubuntu var, istifadəsi çox rahatdır, yeni başlayanlar üçün ideal seçimdir. Yox, əgər hər detalı özüm qurmaq istəyirəm deyirsinizsə, Arch Linux məhz sizin üçündür. Və təbii ki, kiber təhlükəsizlik mütəxəssislərinin sevimli silahı, içərisi test alətləri ilə dolu olan Kali Linux var. Hər kəs üçün bir dad var. Bütün bu çevikliyin nəticəsi nədir, bilirsiniz. Bu rəqəmə yaxşı-yaxşı baxın. 49,2%. Mənbələrə görə 2025-ci ilə qədər dünyadakı bütün bulut yüklərinin demək olar ki, yarısını məhz Linux idarə edirdi. Söhbət Amazon, Google kimi nəhənglərin serverlərindən gedir. Bu, onun sənayədə nə qədər sarsılmaz və güvənilir bir təməl olduğunu tam sübut edir. Üçüncü hissə qlobal standart Windows. İndi isə səhnəyə ofislərimizin, evlərimizin, masaüstü kompüterlərimizin kommersiya kralı daxil olur. Söhbət təbii ki, Microsoft Windows'dan gedir. Windows'un hekayəsi əslində qara, sıxıcı kod ekranlarını ləğv edib, kompüteri hamımız üçün əyani və anlaşılan etmək hekayəsidir. 1985-ci ildə o məşhur vizual pəncərələr həyatımıza girdi. 1995-də bugün də istifadə etdiyimiz o Start menyusu yarandı. Daha sonra 2001-də əfsanəvi Windows XP ilə sabitlik tam fərqli bir səviyyəyə qalxdı. Və bugün Windows 11 ilə biz artıq hibrid texnologiyalar və çox ciddi təhlükəsizlik standartları dövründəyik. Bəs Windows daxildə necə işləyir? Onun arxitekturası, kompüteri xətalar və çökmələrdən necə məharətlə qoruyur, bilmək istəyirsiniz? Baxın, o sistemi sərt şəkildə təbəqələrə bölür. Sizin o açdığınız proqramlar yalnız istifadəçi rejimində işləyir. Onların aparatla birbaşa əlaqə qurmaq hüququ yoxdur. Sanki VIP kluba giriş qadağası kimidir. Aparata ancaq ən alt təbəqədəki nüvə, yəni kernel girə bilər. Beləcə, hər hansı bir proqram çöksə belə, bütün sistemin donmasının qarşısı alınır. Məhz bu VIP təbəqələşmənin üzərinə bir də təhlükəsizlik qalxanı əlavə edildiyini düşünün. Müasir Windows artıq sıfır etibar prinsipinə rəhbər tutur. Kompüteriniz oğurlansa belə, məlumatları kilidləyən BitLocker, üz tanıma vasitəsilə sürətli giriş imkanı verən Windows Hello və yalnız etibarlı, lisenziyalı proqramların sistemə sızmasına icazə verən Secure Boot. Bunlar sözün əsl mənasında kənardan müdaxiləni mümkünsüz edir. Dördüncü və sonuncu hissəmiz – təhlükəsizlik və gələcək. Hər iki nəhəng sistemin tamamilə fərqli iş prinsiplərini gördük. Bəs onlar məlumatları necə saxlayırlar? Və ən əsası, bu texnologiya sənayesi bizi hara aparır? Əvvəlcə gəlin çox qısaca fayl sistemlərindən danışaq. Fayl sistemi əslində nəhəng bir kitabxanadakı kataloq kimidir. O olmasa cihaz faylların yerini tapa bilməz. Məsələn, köhnə dostumuz FAT32 var, demək olar ki, hər yerdə işləyir, amma bir fayl 4 GB-dan böyük ola bilməz. Windows'un əsas dayağı olan NTFS var ki, bu problemi həll edir, üstəlik işıq sönəndə belə məlumatın itməməsi üçün xüsusi qeydlər aparır. Linux'un isə öz qəhrəmanı var, ext4. O da fərqli mühitlərdə yüksək sabitliyi və etibarlılığı ilə seçilir. Bütün bu texniki hissələri bir kənara qoysaq, ortada aydın bir fəlsəfi fərq var. Hansı daha yaxşıdır deyə bir şey yoxdur, sadəcə fərqlidirlər. Təsəvvür edin. Linux böyük, rəngarəng, səs-küylü bir açıq bazardır. Hər kəs bura nəsə əlavə edə bilir, hər şey göz qabağındadır və inkişaf kütlənin əlindədir. Windows isə səliqəli, budanmış, gözəl bir qapalı bağçadır. Hər şey standartdır, təhlükəsizdir və qutunu açan kimi istifadəyə tam hazırdır. Hər ikisinin öz unikal dəyəri var. Yaxşı, bəs bütün bu sənaye indi hara doğru gedir? Məsələn, 2026-cı ilin hədəflərinə nəzər salsaq, maraqlı detallar görürük. Windows artıq istifadəçi interfeysini daha da fərdiləşdirir. Yeni start menyusu və tapşırıq panelləri təqdim edir. Təhlükəsizlik üçün Sysmon aləti artıq birbaşa sistemin canına hopur. Lakin burada ən diqqət çəkən bir məqam var. Başlanğıcda sanki hər şeyin mərkəzində kimi təqdim olunan süni intellekt aləti, Copilot, istifadəçi rəylərindən sonra tamamilə isteyə bağlı bir formaya gətirilib. Deməli, idarəetmə hələ də bizdədir. Və bax, bu son addım bizi çox önəmli bir sualla baş-başa buraxır. Süni intellekt həqiqətən əməliyyat sistemlərinin gələcəyini necə dəyişəcək? Biz sadəcə ona əmrlər verəcəyik, yoxsa o arxa planda bizim nəyə ehtiyacımız olduğunu öz-özünə hesablayan, görünməyən, ağıllı bir köməkçiyə çevriləcək? Sual çox maraqlıdır. Hər halda, kompüterin bu görünməyən ruhunu addım-addım birlikdə kəşf etdiyimizə görə çox şadam.
Növbəti dəfə o ekranı açdığınızda arxadakı o nəhəng dirijoru mütləq xatırlayın. Özünüzə yaxşı baxın.